Hara gəldik? Salam dostlar. Biz gəlmişik Fərhadla, gedirik Pişkom yeni parka. Mən orada olmuşam Fərhadsız, sizin üçün parkı çəkmişəm, amma parkı tam çəkməmişəm. Parkın uşaq meydançası da var. Sən demə, oranı mən çəkməmişəm. Sadəcə olaraq biz burada gənclikdəyik indi. Burada avtobusdan endik, istəyirdik yol keçə, amma bu yol təkcə bu Univermaq tərəfə keçir. Bizə isə bu biri tərəf lazımdır. Sizə bu perihodda mən heç vaxt olmamışam. Bu perihodu çəkmək istədim ki, görün nə qəşəng bizim xalçalarımızı, milli ornamentlərimizi belə əks etdiriblər divarlarda. Çox gözəldir. Biz indi geri qayıdacağıq. Sadəcə olaraq sizin üçün beləncik çəkim. Nə qəşəngdir. Geri qaydırıq. Çox qəşəngdir. Bir də xoşuma gəldi ki, hər perihodda bu yoxdur. Baxın, bu əngəlli insanlar üçün, kalaskada olan, Allah heç kimə göstərməsin, amma yəni, bizim elə insanlarımız var. Baxın, burada xüsusi beləncik alətdən qaldırılırlar yuxarı. Çox yaxşıdır, bu hər perihodda olmalıdır. Mən eskalatorla, sən pilləkənlə Fərhad. Görək kim tez qalxacaq. Burada dayanacaqda biz endik. İndi biz gedirik. Yer üstü keçiddən keçəcəyik buradan. Gün çox istidir, 12 dərəcə göstərir, çox istidir. Ona görə çox yüngül geyinmişik biz də. Çatırıq gəncliyə. Burada səmənilər satılır. Burada indi gidəcəyik yolun kənarı ilə, orada yeraltı keçiddən keçəcəyik park tərəfə. Gənclik mall, stadion. Fərhad. Burada yarmarka var. Gənclikdəki yarmarkadır. İndi Novruz yarmarkasıdır və səhv eləmirəmsə 6 bazar burada yarmarka olur. Heç vaxt burada olmamışam. Gəlin baxaq nə var, neçəyədir. Yenə bizi səmənilər qarşılayır. Görün nə qədər səməni var. Gəl. Bazardır. Baldır. Bu da qiymətlərdir. Nə gözəl tablodur qiymətlərlə. Məlumat lövhəsi, qoz ləpəsi 8 manatdan 20 manata kimi. Fındıq 5.50-dən 8-ə kimi. Bütün qiymətlər burada baxa bilərsiniz. Göbələk 4.50. Balları da qiyməti var. Şabalık 10 manat. Yumurta 30 qəpik. Burada bal verirlər. Göbələk 4.50. Pomidor 3.80. Bazar yaxşıdır. Bal 25 manat. May balı. İndi bütün qiymətləri mən çəkmirəm, amma içindən keçək. Fərhad maraqlıdır sənə. Aha, pendir, indiyuşqa, yağ. Yağ nehrə 15 manat kilosu. İndiyuşum 15 manat. Çox sağ olun, baxırıq. Qaz var. 15 manat. Pendirlər.
Buyurun kardeş. Sağ olun. Gel. Nara baxaq, nar neçədir? Bizdə nar 2.50-yə də var. 3 manata da var. Seçmək lazımdır. Soğan. Gəl elə bu sıra. Burada da bir başqa nardır. Gəl buna baxaq. 2.50-yə. Ay Allah. Heyfsilənirəm ki, maşınla gəlməmişəm. Gərək gələm. Nə qəşəng nardır. Baxın, 2.50-yə. Yəqin ki, yarmarka, iş günləri də olar da. Çünki bu Novruz yarmarkasıdır. Ədviyyatlar var. İsmayıllıdandır. Hə, çox gözəl. Bazar olsun. Sağ olun. Alma 1.50-yə. Burada baxın. Ağaclar var. Yer alması, şekerin dərmanı. Valla şeker olduqca, şekerin dərmanı diyetadır və idmanlı hərəkətdir. Heç nə kömək olmur. Mənim anam illərdə şeker xəstəsi oldu. Bütün ürək damar sistemini yani körladı şeker. Burada da uşaqlar üçün bax, Fərxar. Sənin üçündür. Gedək şəklimi çəkim orada. Burada lap balacalardır. Nə qəşəngdir. Burada uşaqları dəvət edirlər. Yəni pulsuzdur bu. Oturub şəkil çəkirlər. Nə gözəl. Sizdən məlumat almaq olar. Bu nə tədbirdir, nə üçündür bu? Aha. Valideynler ve hayattaki necə deyil, böyle alışveriş yerinde uşaqlarla hafta sonunda bırakabilsinler. Ben de nəzarət edirəm. Aha. İşte rəsm rəngiylər, istəsə də sürüklüyündə maşınlar. Nə gözəl təşəbbüsdür. Onları yığırlar, bizə nəzarət edirlər. Bu kimin təşəbbüsüdür? Təsərrüfat Nazirliyinin Aqrar Tədarük Aha, Kənd Nazirliyi və Aqrar Təsərrüfatın. Çox gözəl. İndi mənim də uşağım gəlsin, gəl. Şəklimi çəkim orada. Fərxada da hədiyyə verdilər. Baxaq görək nə veriblər, göstərək cəmaata da. Kənddən şəhərə. Burada yəni rəsm üçün. Parkda göstərərik. Gəl. Çox sağ olsunlar. Bazardan çıxırıq. Motal pendirin iyi uzaqdan gəlir. Kim sevirsə, biz uşaqlıqda çox yemişik motal pendiri. Yəni kənddə yaşamamışıq şəhərdə, amma həmişə olub. Bizimkiler sevip yemişik. So, gidelim, burada da bal var. Yarmarkadan çıktık ve gedirik. Biraz irəli gedəcəyik, orada keçiddən keçəcəyik ve ora artık parktır. Geçen dəfə buradan çıkmıştım parktan. Bu dəfə buradan gelirik. Parka giriş buradandır. Adam çoktu bu dəfə. Çünkü geçen dəfə soyuq idi. Bu dəfə artık hava çok istidir. Yaxşıdır. Да. Какие-то лазилки закрыты, Фархат. Женщина по телефону говорила. Говорит, какие-то лазилки закрыли. Mən heç keçən dəfə uşaq meydançasını geyib çatmamışdım. Оказывается, burada böyük uşaq meydançası var və buradan mən nəsə görürəm orada deyəsə. Gidiyor o Fərxat. Belə meydançadır. Uşaqlar üçün. 2 dənə də kaçeli, o da orada da var qabaqda irəlidə. Uşaq çoxdur, hava yaxşıdır, ona görə doludular. Gedək Fərxat. Nəçi var səki? Burada nəzarətçi də var. Belki bax o setkada olan ola bilsin ki pulludur. Baxaq. Bak.
Bunlar açıktılar. Ama orada yəqin ki, ya da bağlıdır. Лазилки, может, это. И поэтому закрыто. Сейчас. İndi soruşarıq. Ha, sınıb ona görə bağlıdır. Bir de sındırsa hamısı gelir. Ha, vay. Uşaqlar yəqin bəlkə də böyük uşaqlar çıxıb. Eşitmirlər də adamı. Ha, hamı birdən də girir. Vay. İndi bu vəbşə ümumiyyətlə pulsuz idi, açıq idi. Ha, ona görə. Heyf. Хорошая вещь, bax, Fərxat. Sındırıblar. Yox, açıq olanlara gedək. Biz puzirki falan satırlar uşaqlar üçün. Ha, burada belə kaçeli var. No, hansına gedirsən? Tüynevi değişeyim buraya gel. İstəmirsən? Niyə? Orada de, oraya get. Orada ты же любишь, Farhat. Gel. Горки, да? Да. Get, давай. Çok sürətlidir, ha, Fərqat. Sürətlidir, uletsel. Ne gözəldir. Belə parklar çox olsun uşaqlar üçün gəzmək yeri. Bura qaynayır və balaca uşaqlar, bax nə çoxdular. Bax biri əgər getmir, qalanlar da qalır. Bax qorxur o qız. Qorxa gedir. Gəl. Ha? Bu çox balacalar üçündür. Bura boş olsaydı, hə. Большой горki yoxdur da, Farhat. Məncə ora getmə. Orada hamısı qıllıdır uşaqlar. Bura getmək istəmirsən? Bura əsl Cahangirin yeridir. Cahangirlə Zakir Sara da dırmaşır. Sara uca böyük qızdır. Olmaz. Ha, takay. Belə bir uşaq meydançası var. Mən təsəvvür edirəm bura açıq olanda nə gündəydim. Heç kim də təmir etməyəcək. Bax, belə sındırdılar, qaldı. Bir dənə belə kaçeliyə 4 uşaq. Əlbəttə bu sınacaq. Başqa bunun variantı yoxdur. Deşiləcək, o setkası cırılacaq, sınacaq, qopacaq. Tak, gedirik və kimsə iqruşkasını unudub. Gəlib yadına düşər, götürər. Gedirik. Uzaqlaşdıq. Meydançada çox böyük yer yox idi. Fərxad üçün oynamağa istəmədi. Həm də uşaq çoxdur. Biz gedirik bura. Bax Fərxad hara qalxacaq. Keçən dəfə mən qalxmadım. İndi biz Fərxadla ora qalxacağıq. Gedək. Это даже не горка. Ne bileyim de. Gedək. Дальше выключи. Bakın burada insanlar dincəlir. Skamyalarda biz isə bura gedirik. Bu balacadır, o daha böyükdür məncə. Burada belə oturmaq üçün yer var. Və burada süni ot var. Buradan qalxırıq. Və hətta uzanıb şəkil çəkdirir. Bura tam düzəlməyib. Могут ol Fərqat. А сейчас можно полежать? Я бы не советовала. Здесь люди ходят, где ты будешь лежать? Я хочу. Вид Фархат, ты же такой себе. Ну, qalxdıq bura.
Necabat qalxır. Bu tərəfdən də görünüş belədir. Burada Azərbaycan Universiteti. Yəqin gün düşür, siz görmürsünüz. Burada parkın ərazisi də bu boyda da. Burada yenə tikinti gedir. Burada katlavan yoxdur. Maraqlıdır. Burada nə olacaq? Bax, ora Gənclik moldu. Bir də yaxınlaşdırın. Ada Universiteti. Gənclik mol. Biz indi keçəcəyik. Oy, nə çəkirəm. Fərhad yorulmur, düşüb çıxır və o biri. Fərhad, gəl bu tərəfdən də baxaq. Nə görsənir? Mən keçən dəfə çəkəndə bura qar idi, soyuq hava idi. Bunları bağlamışlar, palmaları. İndi açıblar. Хорошо будет. Aha. Весело. Farhad, здесь люди ходят, Bilmirəm, ora çıxmaq gələn dəfəyə qalsın. Fərhadı gözləyirəm. Hələ də Fərhad oynayır. Gəlməyə fikri yoxdur. Mən də biraz dincəlim. Ne geçen güller ekibler burada bakın. Ama bu gül ucu kırılıp, değil mi? Kırılıp o Fərhad. El vurma, durmayacak. O ucu kırılıp. Bu da çok geçen. Hanım işleyir. Ne geçen güller ekirsiniz? Geçen günümüz o. Allah köməyiniz olsun. Хороший цветы. Fərhad, değil mi? O gül ucu kırılıp. Bunda bak, kırılıp. O direği lazımdı yanına. Ama qəşəng güllərdir. Gel. Şimdi gedirik. Geçen dəfə gəlmişdim. Dədə Qorqud Parkından bu dəfə ora keçirik. Çok önemli bir yerde. Parkın o başında da vardı, bu tərəfdə də var. Su qovşağı. Qiyməti 50 qəpik. Ödənişlidir. Yazılıb. Vot Fərhad, bax, 2 dənəsi boşdur. Ged orada tut, gəlib məndə. Fərhad istəyir uzanmaq. Ortada var. Bu yolun kənarıdır. Buradan giriş mən görməmişdim. Ha, burada var giriş. İntereсно, bura açıqdır yoxsa yox? Keçən dəfə mən bu yolla getdim. Yolun o biri tərəfi ilə. Ama yox, zamok var, bağlıdır. Yəni giriş görməmişdim. Əslində geri açıq olar ki, hər tərəfdən insanlar keçə bilsin parka. Gəl, açqın buradadır. Kakras çıxart, göstər, görək sənə nə veriblər. Göstər. Demişdik, göstərəcəyik parkda. Albom. Aha, rəsm albomu. Sonra göstər. Rəngləmə. Bu lap balacalar üçün yığıblar da. Sonra bu nədir? Dəftərdir. Üstündə nə yazılıb? Baxın, üstünə nə yazılıb? Üstünə baxın. Nə yazılıb? Nə book? Coloring. Bu da rəngləmədir. Arxasında da belə bir naklika da olar yəqin, hə? Göstər də, sonra nə var? Orada içəridə. Setkanın içində başqa nə var?
Aha, renkli kalem. Aha. Bir de aha, birinci bir figür. Çok qəşəng. Bir sən açkın. Yığ onları yerinə. Və biz indi bu parkdan sağollaşırıq. Keçirik Dədə Qorqud parkına. Oynayır uşaqlarla. Parkdan çıxdıq. Ve çıktık Dede Qorqud parkına. Bir tane bu yeni parkta da kiosk olsaydı su almak uşaqlar üçün yaxşı olardı. Bu parkta da yoktu ama o tarafta magazinler var. Gedib alarıq Fərhadla. Qəşəng deyil Fərhad? İzleyicilerimizden xahiş edək bize abone olsunlar. Çok adam abone olmadan baxır. Sizin için bu önemli değil, bizim için çok önemlidir. Xahiş edirik, abone olun kanala. İzleyici sayımız artsın. Чайка, чайка. Я свой пробу чай покормила. Ну, подумал бы, заранее взял бы. Я не знаю, что здесь. Здесь редко, да. Сейчас есть вот neçə dənədirlər, neçə dənə uçurlar. Ой, какая красавица с бантиком. А? Hava qəşəngdir, hamı çıxıb. Qız burada rəsm çəkir. Gəl baxaq Fərhad. Yəqin ki, uşaqlara oturub şey çəkmək üçün. Да, какие-нибудь на лице эти, да, делает, рисует, рисунки. Вон девочкам. Сейчас, ne geçenkti. Пошли. Rəssam qızdır, bacarır. Вот такие же есть. Конечно, на экране. Что? Это. Что у меня есть? Колосья, не, это у меня pшеница. Nabranda biz götürmüştük. Taxıl var idi, taxıl götürmüştük. Это не рыба, это головастики, наверное. Не знаю, да, похоже. Лягушки будут. Гурбага. Гурбага olacak. Как ты поймаешь, Farhad? Gel buraya. Я могу так поймать. Neynirsən ki? Hə. Paymaç elədin. Neynirsən? Ha? Можно я поймаю? Ay balık gel bu tarafa. Paymaya. Bura həmişə bağlı olur, amma burada nəsə rəsmlə bağlıdır. Çünki baxın nə qəşəng. Burada rəsmlər var, güllər var. Saçı. Yəqin nəsə rəsm studiyasıdır. Bəlkə burada dərslər keçirir. Divarda da çoxlu rəsmlər var. Bu da mənim. Burada nəsə yazılıb. Открыто во вторник и четверг только для студентов университета АДА с 13 до 17. Ve 3 dilde yazılıb: Azərbaycan, Rus ve İngiliz. Only for ADA University students. Мой английский так себе. Да. Интересно, почему только для студентов АДА в парке, который для всех.
Dədə Qorqud Parkındakı idman alətləri. Burada продуктовый магазин olsaydı. Ferhat, она опять к тебе идет. Она тебя нашла. Опять она. Эта собака тебя преследует. Я не вижу burada yani. Kiosk var. Gidek kiosktan alaq su. Geçen dəfə mən parkı çəkəndə demiştim ki burada bir dənə də park var. Açılıb ama ora giriş o tərəfdən yox idi. Mən də bildim buradan da hardasa giriş. Ama buradan da buradan da tapa bilmirəm ora giriş. Bura binalara girişdi. Green Park'a burada yoxdur başqa giriş. Yəni o parka hardandı bilmirəm. Ona görə biz sizlə burada sağ olaşırıq Fərhadla. Hə Fərhad? Sağ olun dostlar. Gələn video inşallah tezlikdən olar. Çəkərik, sizə göstərərik yenə də gəzdiyimiz yerləri. Sağ olun. Burada belə parkovka ediblər, pullu parkovka. Düzdür, çox balacadır. Zooparka gələn adam çoxdur. Burada maşın çoxdur saxlamağa. Parkın böyründə də saxlamağa yeri yoxdur. Amma yenə də ediblər. Platlı parkovka. Yəni yeri yoxdur, ona görə açmırlar. Burada həmişə çoxdur. Maşın, parkovka da çox balacadır. Bu parkovka buranı xilas etməyəcək. Baxın burada hətta qadağan olan yerdə də saxlayıblar. Məcbur, çünki yeri yoxdur. Bax güllərin qiymətləri. Neçəyədir bunun bir budağı? 3 manat. Qəşənliyi var. Tülpanlar neçəyədir? 2-yə verərsiniz. Tülpanlar? 3 manat nə? Dəstəsi? 2 manat. Bir dənəsi? Dənəsi 2 manat. Aha. Manatı olanlar da var. Açıblar olar. Hə, açıblar ona görə. Güllər, rozalar? 5 manat tabii. Çok güzel. Bunu iyi yaxşıdır. Bunun adı yadımdan çıxdı. Nədir bunun adı? Bunlar 2 manat adı. Bir